Vaxtınız xeyir olsun. Gözəl müştərilərimiz, sevənlərimiz və sevməyənlərimiz. Bugün sizlər üçün Şuvalandayıq. Şuvalanda möhtəşəm bir bağ evi tapmışam sizlərə. Like'larınızı gözləyirəm, kommentlərinizi gözləyirəm, ürək sözlərinizi yaza bilərsiniz. Əgər fikrinizdən keçirsə, nəyisə nöqsan tutursa, onu da qeyd eləyə bilərsiniz. O da problem deyil. Gəl indi bağımıza göstərək, bağ evimizi təqdim eləyək. Burada besetkası 22 kvadratlıq bir besetkası var. Su ambarı var 7 tonluq. Burada 7 metr uzunluğunda, 3.50 enində, 1.55 dərinliyində gözəl bir havuzu var. Bu tərəfdən mənim ən sevdiyim yer olan manqalı. Yeyin üçün yay vaxtlarında, qışda da təbii ki yeyib içə bilərsiniz. Qış demişkən bu ev həm yay üçün, həm qış üçün nəzərdə tutulub. Şuvalanda yerləşir. Şuvalanda əslində onu kommentariyada yazmalıdırlar. Qardaş, danışdın, harada yerləşir bu ev? Şuvalanda yerləşir bizim evimiz. Hal-hazırda Şuvalanda 283 nömrəli məktəbin. Neçə nömrə idi o? 230 nömrəli məktəbin yaxınlığındadır. Ev kürsülü bir evdir. 5 daş üstündə tikilib. 3 daşla 2 daş itir həmişə ev tikəndə. Bunu da qeyd eləmiş olum. 3 daşı qalıb. Qiyməti 255 min manatdır. Evin kvadratı 150 kvadratdır. Sol tərəfdə girən kimi 25 kvadratlıq mətbəxini görürsünüz. Mətbəxdən həyət görüntüsü. Burada zalını görürsünüz. 38 kvadratlıq zalı, zaldan həyət görüntüsü. Geniş, ürək açan renk tonlarından istifadə olunur. Məncə almağa dəyər bir evdir. Like'larınızı bol eləyin, kommentlərinizi yazın ki, videomuz keşfətə düşsün. Burada ümumi sanitar qovşağı. Buyurun, göstərin zəhmət olmasa. Onun yanında 18 kvadratlıq bu gözəl yataq otağı. Bilmirəm videoda nə qədər renk tonları düşür, amma çox qəşəng aboylardan divar kağızlarından istifadə ediblər. Bu da mama papa otağı dediyimiz valideyn otağı və özünün sanitar qovşağı var. Allah hər birinizə bundan gözəl və yaxşı evlər nəsib eləsin. Ən xoşbəxt, mən hər zaman deyirəm, əsas xoşbəxtçilikdir, ev o qədər vacib deyil. Amma hər birinizə bundan daha gözəl evlər nəsib eləsin. Kirayədə yaşayan nə qədər vətəndaşlarımız varsa, hər birinə gözəl evlər nəsib eləsin. İnşallah ki, bu evi almaq istəyənlər müraciət edə bilər. İpotekaya yararlıdır, bütün sənədləri qaydasındadır, kommunal xətləri çəkilib. Özünüzdən müğayət olun, ruzunuz bol olsun, özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə, hələlik.